Bəzi məktəblilərin əsas əyləncələrindən biri də oyun zallarıdır. Onlar zamanlarının böyük bir qismini həmin məkanlarda keçirirlər. Nəzərə alsaq ki, bu vərdiş azyaşlıların həm sağlamlığına, həm də dərslərinə əngəl törədir. Belə olan halda problem qaçınılmaz olur. Psixoloq Tünzalə Aslanova bildirir ki, istər ev şəraitində, istərsə də xüsusi məkanlarda müxtəlif oyunlar uşaqlarda asıllıq yaradır. Bu isə onlarda müəyyən psixoloji problemlərin yaranmasına səbəb olur. Yeniyetməli yaş dövründə müqayisə olunan gənclər, dopamin əksikliyindən əziyyət çəkən uşaqlar yönəlirlər oyunlara. Bunu nə üçün edirlər? Çünki onların bədənlərindən serotonin hormonu ifraz olunur. Oyunlara nəzər salsaq, ilkin başlanğıcda oyun müddətində udan faktorlar daha çox olur. Levellər artdıqca insan özünü fərd kimi, insan özünü dəyərli insan kimi və bilən insan kimi bildirir. Öz düşüncəli insanların bir arada toplanması onun serotonini artdırdıqca başlayır artıq oradan narkomaniya kimi iqromaniya, oyun asılılığından əziyyət çəkmək. Müşfiq Ağakişiyev, Ramil İbrahimov, Samir Qasımov, Vüsal Cəfərov, Ayaz Süleyman Soy xəbər ertəsi.